Romantik, dadlı yeməkləri olan, canlı musiqisi olan əla bir məkan təqdim edəcəm. Bura Afmolda yerləşən Maklav restoranıdır. Daha öncə də bura səhər yeməyinə anamla birlikdə gəlmişdim. Bu dəfə isə onu şam yeməyinə dəvət etdim. Mən menyudan can ətli, göbələkli fettuccini sifariş etdim. İçərisində badam da var idi, olduqca ləzzətli hazırlanmışdı. Ən əsası pasta tam qədərində bişmişdi. Anam isə qızardılmış kartof, yanında qızıl balığı steyki götürdü. Balığı o qədər mükəmməl hazırlamışdılar ki, üstü xırçıltılı, içi isə sulu qalmışdı. Ortaya isə portağallı, qreypfrutlu, toyuqlu bir salat götürmüşdük. Bunun da dadı mükəmməl idi. Ümumiyyətlə buranın aşpazına söz yoxdur. Fərqli ləzzətli dadlar axtarışındasınızsa buranı tövsiyə edə bilərəm. Bir də içkiləri super ləzzətli hazırlayırlar. Qeyd etdiyim kimi 5-6-cı günlər burada canlı musiqi olur. Ona görə biraz da əyləşib zövq almaq istədik. Səhər yeməyində yediyim bu dadlı sırniklərin dadı hələ də damağımdaydı deyə mən ondan, anam isə Napolyon sifariş etdi. Ortamın abı-havası əladır, musiqilər də xüsusi seçilmişdi, çox zövqlü idi. Mən buranın atmosferini, abı-havasını çox bəyənirəm. Əgər sevgilinizlə ilk görüşdüsə, buranı da məsləhət görə bilərəm. Məkan genişdir, 2 zaldan ibarətdir və yerləşməsi çox rahatdır. Aşağıda səhifələrini də mütləq qeyd edəcəm.